Eşidibsiz bunu. Ariflərin birinə dedilər ki, bir nəfər var, istiri onun məharəti barəsində, hünəri barəsində sizə xəbər verək. Ki, o havada hərəkət edir, havada uçur. Onun barənizdə fikriniz nədir? Arif buyurdu ki, bu ki hünər deyil, bir milçək də havada hərəkət edir. Dedi, bəs başqa biri var, onun da məharəti barəsində, hünəri barəsində nə fikir söyləyə bilərsən? Dedi, o nə ilə məşğuldur? Dedi, o suyun üzərində hərəkət edir. Dedi, bu hünər deyil ki, bir çöp də suyun üzərində hərəkət etmiş olur. Dedi, bəs sizin nəzərinizdə insanın hünəri olmaqlığı nədə görürsünüz? Hünər mövzusunda sizin baxış bucağınızda hansı mövzular yer alır? Arif şəxs buyurdu ki, insanın hünər sifətləri, özəllikləri budur ki, bir cəmiyyətdə yaşayasan, o cəmiyyətdə insanları öz acı dilinlə sancmayasan. Bax, buna deyərəm hünər. Bir cəmiyyətdə yaşayasan, bu dilinlə yalan söyləməyəsən. Bu dilinlə özgələrin abır-həyasını aparmayasan. Bunlar hünər olmaqlı istəyir. Sənə əmanət veriləndə əmanətə xəyanət etməyəsən. Vədə verdiyində vədəvə xilaf çıxmayasan. Borcu aldığında borcu borc sahibinə qaytarmalığa səy göstərəsən. Bax, bu insanın hünər sifətlərindəndir. Allah bizləri bu sifəti bilib və həyatımızda tətbiq edən insanlardan qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.